en içten gülümsememiz, en sevimli anımız, en hoş anlarımız tabii olandır. Natura, tabiattan tat. Ülgücünüz sizden daha çok saqqal saxlayırsa, artıq yeni Gillette Sensor 3 Plus-a keçməyin vaxtıdır. Açıq dizaynı və asan durulanan bıçaqları sayəsində 2 qat daha rahat təmizlənir. Daha rahat, daha az qıcıqlanma, daha asan təmizləmə. Yeni Sensor 3 Plus. Milla varsa bu yayın serinliğini başka yerde aktarma. Çünkü istilere buz kimi Milla ayranla son dereceysen. Oldukça dadlı, tabii ve sağlamlığa faydalıdır. Milla, sevdiklerimiz için. 28 maya qədər Almarketdə 5 litrlik elmas qazsız su cəmi 1 manat 19 qəpik. 6 kiloqramlıq pufi yucu toz çeşidləri 9 manat 90 qəpik. Almarketə gəl, əla qiymətləri qaçırma. Çayın lezzeti tek çayda değil, hem de onu içtiğiniz stekandadır. Karaca mağazalarında Çek istehsalı 6 adet krustal çay stekanı ayda cəmi 1 manat 70 qəpik. Karaca, paylaşacağımız çok şey var. Başta gene faal. Ay müdür? Hamıdan başka ne var? Fabdan başka? Öyle fab olar da. Fab. Faydasını alanlar biler. Dairə xan gəlib. Deyir Sümbül kimdir ki, mənim oğlumun evində oturub çıxmır. Mən bu söhbəti Vidadi qardaşla danışmağa gəlmişəm. Vidadi bilsə ki, Sümbül bu günə qədər Alik'in evində qalıb, məni yox edəcək. Suyun tərkibində oksigen var da, düzdür, Mamulya? Yaxşı, biz niyə o suyun içində olanda o oksigenden nəfəs ala bilmirik? Siz quruda nəfəs alıb mənim hansı işimə yarımısınız kərə sudan danışırsınız? Tamaşanın ikinci pərdəsi açıldı. Uy, Sabişa öz anasına yaxşı kız olub ki, sənə yaxşı gəlin olsun. Arada biraz yaşına başına da bak. Deyir ki, uşağa birdən infeksiya keçər. Uşaq nəfəs ala bilmirəm, bana maska giydirib ona. Məndə də bir yaxşı xəbər var, xəbər deyirəm sizə. Deməli, Vidadi. Kız Atası serialı bugün saat 21'de ATV'de. Baş sponsorlar Bizon, Apro Hospital, Sleepy uşaq bezləri, sponsor Tam Store. 802 narkotik vasitələrə və narkomanlığa qarşı mübarizə üzrə qaynar xətti. 802 nömrəsi narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən zəng xidmətidir. 802 nömrəsinə kimlər zəng edə bilər? Narkotik vasitə və ondan asıllıq mövzusunda məlumat almaq istəyənlər. Narkotik vasitələrin qanunsuz dövrəsinə dair məlumat vermək istəyənlər. Narkotik istifadəçiləri, narkotik asıllıqdan əziyyət çəkən ailələr. Bu istiqamətdə məlumat almaq istəyən hər kəs. Həftənin 1-ci gündən 5-ci günədək saat 9-dan 18-ədək 802 qaynar xəttinə müraciət edə bilərsiniz. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası. Eşq olsun Azərbaycan ordusuna, yaşasın Azərbaycan. Salam, hörmətli tamaşaçılar, axşamınız xeyir olsun.